Sürücüləri magistral yollarda qarşısını kəsən və yaxud arxadan gələrək sürətlə dayandırmağa çalışan kimlərdir? Maksimum paylaşın və üstə gəlib vurub abunə olun. Kimin başına bu əhvalat gəlibsə şərhlərdə yazsın. Mənim şəxsən 10 gün ərzində 2 dəfə bu hadisə ilə qarşılaşmışam. Zığ şosesində və aeroport yolunda. Təxminən 10 gün əvvəl Dreamland-ə çatmamış çox sürətlə sağdan qarşıma çıxdı. Mən də təəccüblə saxladım. Qarşıda bir uşaq əyləşdirmişdi və atasını əyləşdirmişdi. Sükanda isə özü idi. Rica elədi ki, yanacağı bitib ona köməklik eləyim. Dedi ki, mənə heç olmasa 5-10 manat nəqd varsa nəqd ver, yoxdursa kartıma at, yanacaq doldurmaq istəyirəm ki, yolumu davam edeyim, rayona çıxacam. Əskər yanına gəlmişdim. Şübhələndim və bunun ardınca getməyə çalışdım, heç bildirmədən. Dedim ki, gəl mənim arxamca Binə qəsəbəsi ərazisinə daxil olaq, orada yanacaq doldurma məntəqəsi var. Sən nə qədər istəyirsən, yanacaq orada vurum. Etiraz elədi, dedi, yox, ora getsəm yanacağım bitəcək. Dedim, zaten sən Heydər Əliyev hava limanı istiqamətində getsən belə, eyni məsafədir, yenə də yanacağım bitəcək. Razılaşmadı, nəysə, mən bununla razılaşdım. Təxminən 1-200 kilometr getmişdim, gördüm yavaş-yavaş sürəti azaltdı. Avereniki yandırdım, sürəti minimuma yendirdim, 20 sürətə qədər yendirdim ki, bu gəlsin. Gördüm, yox, mən yendirdikcə bu da endirir sürətini və arxamca gəlmədi. Növbəti bir hadisə isə sırağa gün baş verdi. Hava limanı istiqamətindən gəlirdim. Sürətlə arxadan mənə əl elədi bir nəfər sürücü ki, avtomobili saxla. İlk öncə elə bildim ki, qapılardan biri açıqdır avtomobilimin. Gördüm, yox, hər şey qaydasındadır. Gəlib çatanda gördüm ki, həmin sürücü yenə məni saxlayır. Təsadüfə baxın. Yəni, bir qədər təcrübəsi olmayan sürücülər qəza deyə bilər həmin anda. Buradan hüquq mühafizə orqanlarına səslənirəm. Saatına qədər deyə bilərəm. Zəhmət olmasa bunlar kimlərdirsə tədbir görülsün.